Herkese salam, kanalıma xoş gəlmişsiniz. Bizimlə sən verilişinin iştirakçısı Aygün və Arzu dava ediblər həmin görüntüləri. Onlar canlıda paylaşıblar. Salam. İstəyət qoşun. Hansınızı qoşun? Aygün, səni qoşun, yoxsa ərini qoşun? Hansınızı qoşun? Pek atmayın da! Nətərsən? Yaxşıyam. Bu mesajı yazandan sonra da başım çönüb mənim. Deyirəm ki, sənlə məni bilmirlər ki, necə düşmən eləsinlər, necə çaxnaşdırsınlar. Elvan düşmən. Sən də bunu mənə bizət nədir ki, bizim aramızı vurmaq. Yox, nə elə deyil. Sən mən birinci günü açıqlansın, qorxma mən. Mən olan bir şey, bax, eşidirsən nə deyirəm? O vaxtlarım oldu haqq hesabımız. Zaksı göstərəndən sonra məndə sevgi deyilən bir şey yoxdur. Başa düşdün? İndi məsəl pux idim, mən sizin toyunuza gəldim, sizdən bir dostluq işlədirəm. Toydan gedir söhbət. Amma lazımdır. Bildim, düşmən. Bana ne yazmışsan lan gün? Deyirsən ki, bizim aramıza girirsən sən. Niyə? Mən kimin arasına girmişəm? Allah şükür mənim ərimi alıqları əlimdən. Mən heç kəsin ailəsini dağıtmıram. Başa düşdün? Ne olur bilir Kimin ərini alıb? Sən də dəhşətsən. Mən sən başa düşmürəm. Yazıya bax, yazıya oxumuza deyirsən ki, deyirlər ki, kim deyir qələt edir. Bəsdir də, mən sizin yanınızda Qurana əl bastım, bir şeylər... Bildim, mən sənə inanıram, başa düşürsən? O burslar qanmazdı, başa düşmürlər. Qurana eləyiblər oyuncaq. Başa düşdün? Buna son qoymaq lazımdır, Arzu, başa düşürsən? Səndə heç nə yoxdur. Sənin daşınla, mənim daşım ağırdı, düşüb başlarına. Nə istəyirlər? Deyirəm, Allah'a kimlərsə istəyir ki, bizim kimlərsə, siz kişi qızı olmazsınızsa o verişdə onlar adı çəkimi, o verişdə kim mənim haqqımı qoyub, haqqımı danışır. O verişdə siz qonarsa, mən sizi müəyyən orqanlara verəcəm. Birbaşa nazirliyə verəcəm. Yox, siz ayrıldınız, Aslanla biz ailə qurduq, sənin həyatın tam başqa oldu, sənin həyatın indi tam başqadır, indi nə istəyirlər? Niyə inanır bu? O inanmır, bu da deyir ki, yəni bizim kimizin aramızı vururlar. Niyə narahatdılar ki, mən istəsəm Arzunu saxlaya bilərəm, kimə nə dəxli var, kimə nə dəxli var? Valla bilmirəm nə üstü soyuqluğu var. Birinci gün hamısının adını çəkəcəm. Kimlər ki, deyir, Arzu mənə filan sözü deyib, Bəhman sözü deyib. O adamlar 4 nəfərdir, ikisi də ailəli adamlardır. Çəkilədə yapmalı. Aslan yanındadır da sən, düzdür. Yox, yanımda da işlədir. Hə, işlədir. Bir dənə sən maraqlanarsan, deyəsən, indi keçmişdə qalır. Maraqlanarsan ki, görün mənim nəslimdə və yaxud da ki, məndən Gəncədə molla görür. Bir yerdə kartoşkada işləmişik də, görür mən harasa getdiyimi. Ayıbdır, vallahi ayıbdır. Sən pis olsun, Aslan deyərdi ki, Arzu pisdir. Deyir, çıxıb getib o söhbət bağlandı. İndi kim nə əliyağa düşüb, mənə çatmır. 100 də deyirəm ki, Arzunun həyatı tam başqadır. Ay insanlar, başa düşürsünüz, onun həyatında tam başqa adamlar var. Nə istəyirsiniz? Deyir, ondan uzaq dur, ondan uzaq. Deyir, ondan uzaq dur, ondan uzaq. Deyir, ondan uzaq dur, ondan uzaq. Deyir, ondan uzaq dur, ondan uzaq dur. İndi də sevirəm Samiri, ürəyimdədir, bunu bilin. Mən molla yanına getsəydim, o cür boylu, puxunu, pəhlivan Samirimi qaytararam. Mənə Aslan maraqlı deyil. Bezirəm ya, inanırsan, bezirəm, Allah haqqı bezirəm. Mən səndən çox bezirəm, ay Aygün. Mən səndən çox
çox bezirəm. Uşaq deyilsə, sən də orta yaşlı, mən də orta yaşlı. Yox, nə istəyirlər də bizdən? Səndən, məndən, Aslandan nə istəyir buna? Nə verib ala bilmirlər? Ailəniz siz gedin, adınızı çəksək, nə istəyir? Adınızı çəksək problem yaradaq sən sizədir, nə? Nə istəyirsiniz? Bir vur bir də Arzu ilə sizə problem yaratmaq. Əl çəkin də bala, əl çəkin bizdən. Mən yaradacam. Arzu, birinci gün kişi qız olmarsa mənlə birləşib o adamlara problem yaratmaz o. Niyə? Niyə gedirəm? Niyə getmirəm? Hansı bölməyə getsən ki, mənim adımı nə istifadə eləyir? Mən ailə dağıdanam, ailəni hələ mən bərpa edirəm ki, kimi ailə dağıda. Uşaqları da var, əl çəkində, uşağınız da var. Allahdan qorxun. Bəstirin də da. Bəstirin. Abla, niyə cəmatı qoymusunuz arvad olmağa? Niyə adamı tükəndirirsiniz? Bəstirin da. Bilmirəm, valideynlərimin dərdini çəkib fikir eləməkdən ölürəm. Bəstirin də da, bəstir, Allahdan qorxun. Ağlama Acun, ağlama. Ağlama, o biləm. Mənə qız olmamışsan, sığınacaq da. Kim nə deyir desin, Quran haqqı. Mən orada yeməmişəm, içməmişəm, həmişə demişəm, yaxşı olacaq, yaxşı olacaq. Ama bizim mehribançılığımız sizə nə yanıq tökülürsünüz ki? Sizi saymırlar. Allah qarzum həyatı tam başqadır. Bilmirəm nə istəyirlər bizdən. Salam deməli. Deyir tanıyıram Arzumda qalıb. Necəsən? Nə var, nə yox? Ay ömrüm günü. Sən necəsən? Az verəcəyə dalma, bekar qalmısan. Axı mən də Yuxu deyirlər ki, çıxılacaqda mən qaldım 15 gün. Qalmışam, qalmışam. Arzu deyir, mollalar axtarır ki, Aslanı əldə eləsin. Gör başqa deyir. Bütün günü yanımda döyüldün sən. Bilirəm, balasını qəbrə qoyur, balasını şeyə qoyur. Az oyuncaq olub, bu Quran, Peyğəmbər, uşaq oyuncaq olub. Allahdır, valla günahdır. Deyir, o nəzirdir. Deyir, nəzir demiş, ne deyir? O nəziri ayrılmaq üçün qoymuşdu. Bir də bizə gəldi, bir gün qaldı. İştirakçılar hamı qaldı bizdə. Deyir, bizə gəldi, qaldı. Deyir ki, şeydir, onun məqsədi var. Deyir, mənim məqsədim var. Deyir ki, mənim məqsədim var. Az bəsdirin də sizinki. Nə məqsədim olacaq? Nə məqsədim olacaq? Birinci gün bu işıqlanacaq. Birləşəcəyik. Hara lazımdır, ora kimi də gedəcəyik. Bizdən əl çəksinlər, bəsdirsinlər daha. Abla, nə? Mən deyirəm, molla qaytarsa, mən gül kimi Samirimi qaytar. Allah haqqı, mollaya qalsa, nə bilim, caduptiyə qalsa, elə gedib varlıdan yapışarıq da. Hə, valla. O qismətdir. Hərənin öz bir qisməti var. Alın yazısı var. Kimə necə qismət oldu, elə oldu da da. Bəyənmədi, getdi, sonra getdi buna. Bu nədir? Yox, kim istəyərdi ki, həyatı belə olsun? Valla elə bilirlər ki, Agün həyatı xoşbəxtdir, Arzu xoşbəxtdir. Belə xoşbəxtçilik olmur, imkan vermirlər yaşamağa. Bizə yazmıyıq. Bəzi adamlara yazmıyıq o sözü. Mənə nəyə yazsan ki? O bəzi adamlara da demirəm, neysə. Məndən ay müsəlman, məndən əl çəkin. Mənim bu telimdə var, 100 dənə oğlan sallanır. 100 dənə oğlan. Mən prosto heç kəsə inanmam. Mən axı demişdim Koreya quracaq. Mən işim qutaranca Koreyama quracaq. Evimə işim, uçuq evimi düzəltməliyəm. Mənə kişi lazımdır. Kimsənin fikrini çəkməliyəm. Problemlər bizdən əl çəkmir, dayarız. Allah'ın da olsun. Yaxşı ki bizim evimiz yox, maşınımız yox, villamız yox, heç nəyimiz yox. Məni öldürdü, mən öldüm, məni qəbrə bastı, Aslan 2 il bundan qabaq. Siyodda cəmaət ailəlidir, ailə xoşbaxt olsun, bir şey olsun. Mən heç kəsə duacadı eləmirəm. Mən duacadı eləsəm, duacadı. Heç mən Ceyrana da yalvarmazdım, Aslana da yalvarmazdım. Deyərdim ki, belədir, deyərdim Acun, gəl gedə əl-ələ verək işləyək. Neysə, bəlkə elə deməmişəm Acun. Elə demişəm sənə. Allah ən çox elə bir dənə Arzu deyib ki, ailə qoymaram dağılsın. Mən dediyimin üstündə ağasıyam. Başa düşdün? Yoxsa Acun uşaq kimi şeydir. Deyərəm Nisan Aslan, davay, qoy belinə, bas bayram. Gedə əl-ələ verək. Allah'ın olsun. Ailə dağıtmamışam. Hamımızın nə var dilində var. Arzu dedi ki, alınmasa da mən səni kişi bazı əl-ələ verib işləyəcəyim, bir yerdə qalacaq. Quramaqdır. İndi ailə dağıdanda nə olur ki? Hə, tutaq ki, Aslan da Acun da ayrıldı. Hə, nə verdiniz? Mən də çıxdım, getdim. Nə əldə eləyəcəksiniz? Nə, Aslana özünüz gedərsiniz? Yoxsa kimsə qohumlusu edəsiniz? Ya da elə biləm Koreyaya gedəcək.
Bilmiyorum, Allah'ım olsun. Bəs nə bu cəmat dolansın da. Mən elə qələt eləmərəm. Mən yenə də hə? Aç baxsın, aç kameranı mənə. Mən görürsən. Ne var ne yok? Az İslam'da bekler kalmışsın. Ay, burada Mangol da inanırlar mesaj atır. Bu deyir də yazın fəryad elə ki, Samiri sevmişim, indi də sevmişim. Nə siz ay cəmaat, əl çəkin də. Bacı Qurban da oradan gülür. Allah neyməsin. Ay günlər, tərsən axşamın xeyir. Ay can, görürsən də Allah'ın da olsun, nətər olacaq. Nəyə gülürəm? Arzu hirslənəndə biraz sözlərini deyə bilmir axı. Yazın ki, demək istəyir ki, karyera quracam, deyir, karyera quracam. Onun da ailə qurmağa haqqıdır da, bir dənə normal ailə canlı bir insan çıxar, valla. Gözəlləşib, maşallah. Hə, valla. Qoyma köy yetim bir gün görərlər. Hamı bədbaxt olsun da. Əri də bədbaxt, dərsiz də, Allah haqqı. Bir olur ya. Qaranızı qaranır. Xoş gəlmişsən. Salam aleyküm. Aleyküm salam, ay yerdə. Arzu nətərsiniz? Yaxşım, ay yerdə, sən necəsən? Sağ olun. Amir deyim, Mingəçevirdən. Ay sən yanmayasın. Ay sən mən yenə Arzu, sən canım buradakı tanıdığın dostlarına deyən bizim səhifəyə dəstək olsunlar. Takip atsınlar bizə. Niyə ki? Niyə ki? Sən mən səhifəmiz yenidir də, səhifəmiz yenidir. Deyən bizə takip atsınlar. Arzu, müğayət olun lan, Arzu, dalaşmayın, mehriban olun, xoşbəxt ol. Niyə sən Amil, niyə şahid sən idin? Niyə mənim 1500 manat pulumu almadın? Niyə dəstək olmadın? Yaz. Bizim evimiz alan oğlandı. Elə, hə. Mingəçevir ki, bizim evimiz alan oğlandı. Az istədiydi, Arzu. Başdı. Arzu'nun istədikləri çoxdur, hələ seçim eləyir. Hə. Yox, demə Samir'də barışmaq istəyir, ona görə. İnşallah, inşallah. İnşallah. Arzu həqqi də yaxşı. Arzu burada həqqi də Allaha and olsun ki, pul oraxalar. Mən Sonra bir sənə toy eləyib burada, deyir, nə qəşəng olub, deyir toyu burada. Çox sağ ol, görmədiyim günü onu gördüm. Allah canını sağ eləsin, Allah onun başına gözünü burada sabah cevabı. Kef ediydi. Allah məhzumuzun məhvəsidir. Kef ediydi, kef. Sımavar yat deyə kef eləyirdi, deyir burada. Samavar, çavab, çeymə. Az xəstə işə çıxdı, Allah hamd olsun. Getdi diskləri götürdü, yol üstü. Nə diski? Heç nə də, gözünü açırsan, evin pulu gəlir. Nə diski sən? Qırğın olan kimi hamı qalxır, 1400-1500 adam olur çöpə onun qırğına. İndi gör sabah nə olacaq. Ay Amil, səni ölməyəsən səni. Direktör nömrəni ver danışını, mən pulumu niyə almırsan? Niyə sən 1500-ü? Sən yanmayasan, Arzu. Babama bax, babam pek atırma. Ay dədəcə. Planın nədir? Səni sevir. Gözəldir. Hə, mən gözəl deyiləm. İt oxşuyam, nə işim var?